1945'lere yaxın Təbrizə dönür və Azərbaycan və Təbriz millətdaşları olaraq Təbrizdən aday olur, namizəd olur və seçilir. Amma Fars şovinizm hakimiyyəti bu adamı öz mənafeyinə təhlükəli görür, qorxunc görür və onun millət vəkili sənədin təyin etmir. Etibarnaməsini rədd edirlər. Bu vəziyyətdəki millət vəkilinin etibarnaməsini Tehran parlamanı, şovinizm hakimiyyəti altında idarə olunan İran parlamanı rədd edir, Təbrizə dönür və Azərbaycan Türk millətinin əli ilə heç zor yoxdur. Nədən zor yoxdur? Buna görə ki, Seyid Cəfər Pişəvəri rəhmətlik Azərbaycan millətinin demokratik səsi, oyu və rəyi ilə İranın parlamanına seçilmiş bir millət vəkilidir. Buna inanıb, güvənib, etimad edib və özünün, yəni Azərbaycan Türk millətinin vəkili olaraq, nümayəndəsi olaraq, sözcüsü olaraq göndərib bu Tehrana. Bu adam ki dedik, etibarnaməsini Tehran parlamanı rədd edir, dönür Təbrizə və əlbəttə ki, dəstək lazımdır. Dünyada məxsusən müasir və çağdaş tarixdə azaraq bir millət və dövlət, yəni bir millət qurtula bilib və dövlət qurula bilib, yalnız və yalnız özünə dayanaraq, heçiyə eləyərək, qətən dostlar lazım və düşmənlər var və dostların dəstəyinə ehtiyac var və dostların və əsas millətin öz gücünə dayanaraq qurtuluş hasıl olur və ələ gəlir. Əlhalda 1945-də Güney Azərbaycan Türk milləti demokratik hakimiyyətini qurur. Pişəvəri həmən Azərbaycanda dediyim tarixdə Muxtar Azərbaycan Cumhuriyyətini qurur, kabinəsini qurur, dövlətini qurur, özü də dövlət başçısı unvanı ilə seçilir, Təbrizdə Güney Azərbaycan parlamanı qurulur, Azərbaycan Türk millətinin millət vəkilləri o parlamana seçilib göndərilir və Azərbaycan bölgəsinin idarəsi Azərbaycan millətinin seçdiyi demokratik hakimiyyətin əlindədir. Maalesef bu hakimiyyət buna baxmayaraq ki, inanılmaz hərəkətlər edir, müsbət addımlar atır, yəni buna heyran qalıblar, həm bölgə və həm Batı, hətta Amerika, Avropa ki, bu insan dövləti ilə, parlamanı ilə qurduğu hakimiyyətlə nə cür bir ilin sürəcində, müddətində bu qədər irəliyə sarı, önə sarı, qabağa sarı addım ata bilir. Bilirsiniz, qaçan ərbabların və maliklərin yerləri müsadir olunur, qanı sorulmuş, yazıq, əli yalın və ayaq yalın, amma qan təri ilə işləyib, çörək qazanan kətdiyə, çobana, əkinçiyə və biçinciyə verilir. Amma qalan ərbab və maliklərin yerlərinə toxunmur. Və fabrikalar tikilir, asfaltlar olur, qırğınlar olur, bütün kətlərdə əksərən mədrəsələr tikilir, Təbriz Universiteti və danışqahı tikilir, 2 fakültə ilə, ədəbiyyat və tibb fakültəsi ilə, fizikçi danışqədəsi ilə. Və rişvət cürm ünvanında tanınır. Rişvə alanları dövlət məmurlarından asılla, qiymətlər şiddətlə kontrol olunur.
demək olar onlar il sonra, bəlkə əsrlər sonra Azərbaycan Türk milləti ədalət, stabiliş, sakinlik, huzur, dincilik üzün görə bilir. Yəni insana bənzər bir yaşayışa şahid ola bilir. Ondan sonra bilirsiniz, ondan qabaq və ondan sonrası da köləlikdir. Ərbabların, zalimlərin, quldurların, qəddarların, Fars şövenizminin, Fars faşizminin qəlladəsi, boyunduruğu və zincirləri Azərbaycan və o biri millətlərin boynunda və ayağındadır və əllərindədir. Yəni, heç insani bir yaşayışa bənzərliyi yoxdur. Azərbaycan Türk milləti o bir ildə 1945-dən 46-ya bir insan yaşayışına bənzər bir yaşayışa şahid ola bilir. Çox mühüm reformular, çox önemli və inanılmaz ileriye sarı addımlar atılır o bir il Pişəvərinin hakimiyyətində. Və batılı, qərbili ekspertlər, elm adamları, bilim adamları, politikacılar buna heyran qalırlar və deyirlər, bu adam bir müddət iş üstündə qalsaydı nələr edəcəkmiş. Çünki Pəhləvinin o tarixə qədər ki, ən azı bir, yəni onlar ildə iş üstündeydi. Ondan sonra da yəni 57 il təqribən bu dədə oğul iş üstündə olublar. Pəhləvinin 57 ilində eləyə bilmədiyi işi bu bir ildə elir.